alçatma. Sən elə bilirdin ki, Azərbaycan kişisini, Azərbaycan valideynini sən alçaldacaqsa, özünü qürurlu, fəxarətli kimi biri göstərəcəksən. Amma alınmadı, keçmədi o Səidə Bəkir qızı. Bu günə qədər nə yığmışdınsa, nə reyting toplamışdınsa özün üçün, bu cəmiyyətin maraqları üzərindən oynayaraq, onların hamısını da vurdun yerin dibinə sən. Bəli, sən. Çoxları burada sənin haqqında danışanda deyirdilər ki, o Azərbaycanlı qadınıdır. Qeyrətli Azərbaycan xanımıdır. Mərd Azərbaycan xanımıdır. Bugün o mərd dediyiniz Azərbaycan xanımı hüquqdan, qanundan anlayışı olmaya, bəlkə də varsa da belə durub Azərbaycan kişisini fahişədən betər adlandırır. Bəs buna nədir sözünüz? Nədir buna sözünüz? Nə deyə bilərsiniz bu haqda? Şimdi bu antimilli ünsür gəlib burada Azərbaycan xalqına, Azərbaycan insanına qiymət verir. Özü əllə danışır. Mənim atam, qardaşım uşaq pulu davası aparmırdı. Aparmırdı ona görə ki, sənin vaxtında uşaq pulu verilirdi. Ona görə verilirdi.